Tamam. O kadar. Mən indi bir söz deyim. Deməli Rəşad bəy, mən sizə suallar hazırlamışam. Amma Bəli. Novruz bayramı hardan qaynaqlanır və siz bunu sübut etdiniz ki, yəni faktlarla bu hətta gəlib dayanır Göbəkli Təpəyə, Daşbabalara, orada olan işarələr. Həmin o işarələr var və bu Çalışıb ən qısa formada Bəli. deyim. Novruz bayramı deyirlər bir fars bayramıdır. Bəli. Zərdüştlüklə bağlıdır. Aha. Artıq qeyd etdiyim kimi Novruzda biz tonqalın üstündən atlanırıq və deyirik ağırlığım, uğurluğum tonqala. Bəli. Zərdüştlükdə isə oda yaxınlaşmaq olmaz. Ona yalnız kahinlər yaxınlaşa bilər, onlar da ağzını bağlayaraq yaxınlaşır. İndi görün, Zərdüştlüyün ocağa baxmağı ilə bizim Novruzda olan ocağa baxma təfəkkürümüz eynidir. Təbii ki, yox. Demək ki, bu Zərdüştlüklə bağlı deyil. Farsla bağlıdır. Niyə deyirlər ki, bu Novruz sözündən formalaşıb, Novruz dilində də olan Novis sözünün köküdür. Ruzdakı gün deməkdir. Novruz yeni gün deməkdir. Və mən də xatırladım ki, biz 1926-cı ildə Sovet Türkoloji Qurultayı keçirdi və bütün Türk dünyasında olan türkoloqları ora çağırdı. Və Sovet coğrafiyasında olan bütün türkoloqlar daha sonra öldürüldü, qalanı da repressiya olundu. 1937-ci ilə qədər həmin türkoloji qurultayda olan heç kim sağ qalmadı. Və onun üzərinə bizə bildiyimiz Alban tarixi yazıldı, Atropatena tarixi yazıldı. Eyni ilə Azərbaycan dil qaydaları həmin dövrdə müəyyənləşdirildi. Həmin müəyyənləşdirilmədə də bizə deyildi ki, Novruz yazın. İndi mən də deyirəm bizim dialektdə o Novruz olaraq, Novruz deyil, Novruzdur. Düz? Novruz deyirsiniz, Novruz deyirsiniz deyənlər. Biz onun Novruz kimi yazası olsaq orada v axtarası deyildik. Biz amma artıq oxuyanda orada Novruz oxuduğumuzdan deyir ya burada bir nov var, bir ruz var. Aydın əzizlərim. Mən də deyirəm ki, o Novruzdur, o da nar və işıq isti kökünün birləşməsindən Novruzdur. Necə ki, gün sözünün sonuna is sözünü əlavə etmişik, işıq isti sözünün kökündə olanı günəş eləmişik. Eyni ilə də nar sözünün sonuna işıq isti sözünün kökündə olan isi əlavə edib Novruz eləmişik. Və bizim dilimizdə eyni qoraz, yenidən qorun isinməsi və Novruz günəşin, narın isinməsi və bizim əski türk dilində nar günəş deməkdir, Monqol dilində günəş deməkdir, ərəb dilində nur, nar eyni kökdür, isti deməkdir. Və deyirlər ki, yox, bu fars dilindən götürülür. Bunun Göbəkli Təpədən üzü günümüzə gəldiyini görürük. Göbəkli Təpədə olan ay, günəş, ortasında nöqtə olan simvolun Novruz xonçasında davam etdiyini görürük. Həmin şəkərbura qoğal paxlavanın farslarda olmadığını, ümumiyyətlə dünyada heç bir millətdə olmadığını görürük və mənim nəsil xalçam var, yaşı 100 yaşdan artıqdır. Orada aşağı M, yuxarı M formasında olan damğalar var ki, eynisi Göbəkli Təpədə var, eynisi. Və həmin xalçanın da üstündə 1000 dənə simvol yoxdur ki, deyəsən 1000 simvol var, birini tutturmusan. Fikrim aydındır. Həmin xalçada ortada 2 dənə böyük xonça var, eyni ilə necə ki, Göbəkli Təpədə 2 dənə T sütunu var və onun dairəsində həmin yuxarı aşağı M simvolu ilə sıralanır. Və mənim nənəm ona artıq qeyd etdiyim kimi pirəvvə nar nənə deyir. Mənasını bilmir və həmin xalçanın da rəngi qırmızıdır. Və yenə deyirəm, Göbəkli Təpədə 1996-da qazılmağa başlayıb. Yəni mənim o xalçada olan simvolları, mənim nənəm, əcdadlarım toxuyanda Göbəkli Təpədə nə dünyanın xəbəri var idi, nə mənim nənəmin, nənələrimin və o xalça göydən düşməyib. Davamlı olaraq gəlib. bir də Rəşad bəy, Nardoğan bayramı haqqında qısa bir şəkildə zəhmət olmasa. Nardoğan demək, nar artıq qeyd etdiyim kimi türk dilində günəş mənasına gəlir, isti mənasına gəlir. Nardoğan günəşin doğmasıdır. Dekabrın 21-25-də ən uzun gecə bitir. Ondan sonra xalq günəşin doğmağını ifadə edən bir bayram keçirir. Və biz Ruslarda olan yolka ağacını görürük. Həmin yolka yol ək sözündən olub. Yel indi də işlədirik, küləyin sinonim olan sözdür. Qədim türk dilində çovuğun qış mənasında da işlənib. Həmin yel sözünü biz Skandinaviyada yel bayramı, yul bayramı olaraq, yul tonqalı olaraq qarşımıza çıxdığını görürük. Və səməni sözü su ama sözündən formalaşıb. Su ama sözündən həm şam sözü var, həm səməni. Şam nədir? Yaşıl ağacdır. Aha. Düzəltdiyimiz buğdaya da səməni deyirik. Aydındırmı? Lakin daha sonra Sibir alaya gedən türklər burada səməni düzərdə bilmədiyinə görə və oradakı iqlim onları əkinçiliklə məşğul olmadığına görə onlar burada yelək ağacı və ya küknar ağacı və ya şam deyib, yaşıl ağaca. Və yələkin izahını verdik, şam sözünün izahını verdik və bir də biz dilimizdə göyərti dediyimiz söz var yaşıllıq mənasında, yaşıl bitkilər mənasında. Köknar, güknar sözündən küknar ağacını
eyni adla dediyini görürük. Yəni biz necə ki Novruzda Xonça bəzirik, orada isə demək şam, yolka, kükünar ağacı bəzənməsi hadisəsi bizim qarşımıza çıxır. Çox təəssüf ki, bizim tədqiqatçılar, tarixçilər deyir ki, ola bilsin ki, türklər Novruzu Səlcuqlu ilə tanıyıb, kimlər vasitəsilə Səlcuqlular gəlib Farsıdan tanıyıb. Lakin bu bayram martın 21-də keçirilir və səməni qoyuruq. Yenə artıq məcburan bir daha təkrar edirəm. Şəkər bura, qoğal, paxlava qoyuruq. Bu ritual heç bir xalqda yoxdur. Bu Farsda olmalıdır ki, biz bunu bundan alaq. Düzdür? Farsda keçənlə kosa anlayışı yoxdur. Keçən artıq dedim, keçini tərənnüm edir və keçid də oğlaq bürcünü tərənnüm edir. Qoç və buğa bürcünü tərənnüm edir. Yəni yazı tərənnüm edir. Bu Farslarda yoxdur. Demək ki, biz bunu formalaşdırmışıq və biz bunu Sibir Altayı yaşamış olsaq, əkinçiliklə məşğul deyiliksə, bunu formalaşdıra bilərik? Yox. Demək biz burada bunu formalaşdırmışıq. Və dolayısıyla demək türklər bir Nardoğan bayramı keçirib dekabrın 21-i 25-də, bir də martın 21-də Naruz, Yeni Qoraz bayramı keçirib. Daha sonra bunu 1926-cı ildə qərəzli formada Novruz olaraq bizim dil qrammatikamıza əlavə ediblər və biz oxuyanda orada iki söz axtarırıq. Nov və Rus. Əslində isə biz bunu elə dilimizdə Novruz deyirik. Düzdür? Doğru, bəli. Dediyimiz kimi də yazası olsaq orada v yoxdur. Bizim boynumuza qoyurlar, yox, bu Farsdan gəlmədi. Yox, sən bunu Farsdan almısan. Farsda bunu deyəsi olsa Ruziya Nov deməlidir.